də türklərdə qida qurbanı digər nümunəsi qımız və qısraq südüdür. Qırğızların milli içkisi olan qımız və qısraq südü torpaq, at, ev və dörd bir tərəfə sərpməklə qurban edilir. Tuva türklərində də bənzər bir adət vardır. Bu adət Tanrı və müqəddəs dağa verilməkdədir. Yəni öncə süd duası edilir, sonra dalıca da bir qazan süd həm içilir, həm də 3 barmaqla belə göyə atılır və bərəkət, bağışlanma kimi dua edilir. Buradan duanı oxuyum sizin üçün. Ey göyüm, ey Tanrım, sənin nemətlərinə qarşı əcizimi bağışla, aciziyyətimi bağışla. Yəni süd sənin bizə bir nemətin, onu sən verdin. Mən də bunu sənə geri təqdim edirəm. Şükranımın ifadəsi olaraq qəbul et. Altın dağlarım, məni və ailəmi bağışla, bərəkət ver. Mən də sənə dua edirəm. Millətimi bağışla və qoru kimi bir duanı oxuyurlar.